Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. El-Kail. Ya eyyuhel Resulü belliğ ma unzile ileyke min Rabbike ve illem tef'al fema bellagte risalete. Vallahu ya'simuke minen nas. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin el-Kail. بلغوا عني ولو آية أما بعد رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما. Demek kardeşler, bugün danışacağımız mevzu her birimize her an, her saat, her gün, her hafta, her ay lazım olan önemli bir mevzudur. Ne kadar tekrarlansa, ne kadar zikrolunsa yine de ihtiyacımız olan bir mevzudur. Bu da tövbenin vacibliği ve fəziləti barəsindədir. Və tövbenin şərtləri barəsindədir. Allahu Teala buyurur: وَتُوبُوا إِلَى اللّٰهِ جَمِيعًا اَيُّهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ. Hamılıkla Allahu Teala'ya tövbe edin ki ey müminler, hamılıkla Allahu Teala'ya tövbe edin, olabilsin ki xoşbəxt olanlardan olasınız. Ve hemçinin Allahu Teala buyurur: Ya eyyühellezine amenu Tubu ilallahi tevbeten nasuha. Ey iman edenler, Allahu Teala'ya bir daha günaha kayıtmayacak niyetle, ezimle, günahlara dönmeyecek şekilde tövbe edin. Agar ibn Yasar el-Muzani, Agar ibn Yasar el-Muzani, Allah ondan razı olsun, deyir ki Peygamber sallallahu aleyhi ve sellem belə buyurdu: Ya eyyuhan nas, tubu ilallahi ve estağfiruh fe inni etubu fil yevmi 100 merra. Ey insanlar, Allahu Teala'ya tövbe edin ve ondan bağışlanmağınızı dileyin. Hakikaten ben günde 100 defa Allahu Teala'dan bağışlanmaq diləyirəm. Deməli, görün tövbe etmek ve bağışlanma dilemek ne kadar önemli ve ne kadar fəzilətlidir ki Peygamber sallallahu aleyhi ve sellem günde 100 defa Allahu Teala'dan bağışlanmaq diləyib. Ve Peygamber sallallahu aleyhi ve sellem Allahu Teala'dan günde 100 defa bağışlanma dilemesiyle bizlere, biz ümmetine haberdarlık edip ve öğretmek isteyip ki Allahu Teala'dan tez bağışlanmağınızı dileyin. Demek bizlerin ihtiyacımız var ve olacağını da bilip ki Peygamber sallallahu aleyhi ve sellem ümmetine bunu öğretmek isteyip. Hemçinin tövbe etmeyimiz tek özümüzün günahlardan bağışlanmağımız, xilas olmağımızla yeterli değil, kalmır. Hemçinin tövbe etmeyimiz Allahu Teala'nı da sevindirir. Allahu Teala da kulunun tövbe ettiğini gördükte sevinir. Bakmayarak Allahu Teala'nın bizlere ihtiyacı yoktur. Bizim tövbemize de ihtiyacı yoktur. Ama Allahu Teala bununla yanaşı kulları özüne tövbe edip kaydarlarsa sevinir. Enes radıyallahu anh'dan gelen hadiste diyor ki Peygamber sallallahu aleyhi ve sellem buyurdu: Lillahi efrahu bi tevbeti abdihi min ahadikum sakata ala ba'irihi ve kad adallahu fi ardin felah.
Deyir Allahu Teala kulun tövbe etmesine sizden birinizin sehrada devesini itirdikten sonra onu taptığı zaman sevinmesinden daha çok sevinir. İnsan sehralığa çıkır, əvzügəsiyle, miniyle ve sehralıkta devesi itir. Üzerinde de azügəsi. O insan necə kədər, necə hüzün içerisinde olar. Ama onu taptığı zaman necə seviner? Dəhşətli seviner. Ki bu haqda başka bir hadis de var ki taptığı zaman üzerinde devenin üzerinde azügəsini itiren bir Ərəb gelir ağacın altında uzanır ve elini artık her şeyden üzür. Miniğinden de, azügəsinden de elini üzür ve bir de başını kaldırır, görür ki deve başının üzerindedir. Üstünde de azügəsiyle. O derecede sevinir ki deyir ki ey Rəbbim, mən sənin Rəbbin, sən mənim kulumsan. Neyse belə bu derecede yani sevincinden belə bir dua eləyir Ərəb. Ama görün buradaki mesel nedir? Mesel odur ki Allahu Teala kullarının tövbe etmesine sevinir. Kullarının tövbe etmesine seviner. Ve hemçinin Ebu Sa'id el-Hudri radıyallahu anhu'dan gelen hadiste deyir ki Peygamber sallallahu aleyhi ve sellem buyurur. Diyor ki sizden önceki ümmetler içerisinde bir kişi 99 neferi katletmişti, öldürmüştü. Ve tövbe etmek istiyor. Yer üzerinde en elimli insanı soruşur. Diyor ki yer üzerinde en elimli insanı mənə gösterin. Ona deyirlər böyle bir yerde bir rahip var. O da hemen rahibin yanına gelir. O rahip yani İsrail oğullarından bir abid, ibadet eden birisi olur. Gelir onun yanına, o abidin yanına gelir. Deyir ki mən deyir 99 neferi öldürmüşəm. Benim için tövbe var mı? Deyir ki xeyr. Senin için tövbe yoktu. Deyir onu da öldürür. Sayı neçeye çattırır? 100'e. Artık 100 neferi öldürmüştü. Sonra yine tövbe etmek istiyor. Ve yer üzerinde en elimli insanı soruşur, aktarır. Ona deyirlər ki falan yerde bir alim var. Onun yanına git. O da gelir onun alimin yanına ve ona deyir ki ben 100 neferi öldürmüşəm. Benim için tövbe var mı? Deyir elbette ki var. Tövbe senden Rabbinin arasındadır. Senden Rabbinin arasına kim girebilir? Elbette ki senin için tövbe vardır. Ama ona bazı şərtləri deyir. Deyir ki buradan benim yanımdan çıktığın zaman filan yerde salih insanlar var. Allahu Teala'ya ibadet edirlər. Sen de git onlarla beraber Allahu Teala'ya ibadet et. Öz ülkene, öz yaşadığın yere, öz şehri ve öz kendine qayıtma. Çünkü senin yaşadığın yer, senin günah işlettiğin pis bir yerdi. O da alimin ona irşad ettiği kimi oradan çıkır. O insanlar, Allah'a ibadet eden insanlar tarafa yolculuğa çıkır. Yolu yarı ettikdə dünyasını değişir. Yolun yarısında dünyasını değişir. Ölüm gelir ona. Bu zaman rahmet melekleriyle əzab melekleri arasında münaqişə olur ki, hansımız bu ölen insanın canını alacaq.
Əzab mələkləri deyir ki, əlbəttə ki, onun canını biz alacağıq. O heç bir xeyir əməl etməyib. Onun etdiyi heç bir xeyir əməl olmayıb. Ona görə onun canını biz almalıyıq. Rəhmət mələkləri də deyir ki, xeyr, o tövbə eləmək üçün çıxıb və onun canını da ona görə biz alacağıq. Allah-u Teala insan şəklində bir mələyi onların yanına ədalətli hökm vermək üçün göndərir. Və o mələk gəlir, onlara deyir, kişinin çıxdığı yerdən, tövbə etmək üçün çıxdığı yerdən, gedəcəyi yerə qədər olan məsafə, öldüyü yerə qədər və öldüyü yerdən də gedəcəyi yerə qədər olan məsafəni ölçün. Mələklər ölçürlər və bir rəvayətdə gəlir ki, kişinin evindən çıxdığı yer gedəcəyi yerdən daha uzaq olduğu üçün Allah-u Teala yerə əmr eləyir ki, ey yer, yerə əmr eləyir, yaxınlaş. Gedəcəyi yer, yəni kişinin gedəcəyi yerə əmr eləyir Allah-u Teala, yer yaxınlaşır. Və beləliklə kişinin canını rəhmət mələkləri alır. Bu da Allah-u Teala'nın quluna olan rəhmətidir. Baxın, əslində o gedəcəyi yerə olan məsafəsi onun uzaq olub. Amma Allah-u Teala gör nə qədər sevinibdir ki, qulunun özünə tövbə etməsi üçün, tövbə etdiyinə görə və ona görə yerə əmr edib ki, yaxınlaş. Və sonra kişi heç bir əməl etməmişdi. Nə üçün onun canını rəhmət mələkləri aldı? Çünki onun evindən tövbə edərək çıxması, tövbə etmək üçün çıxması və niyyətinin salih olması kişinin salih əməli olaraq qəbul olunur. Sonra müəllimin doğru düzgün irşad etməsi. Çünki alimdən öncəki abidin irşad etməsi, hansı ki doğru düzgün onu yönləndirməməsi və Allah-u Teala'nın adından bilməzdən danışması, cahilliklə danışması nəhayətində ölümü ilə nəticələnir. Ki deyir ki, soruşulanda ki mənə tövbə var mı? Deyir ki sənə tövbə yoxdur. Bu da Allah-u Teala'nın adından elimsiz şəkildə danışdığına görə, baxın, nəhayətində ölümlə nəticələnir. Və o da onu vurur, öldürür. Amma doğru düzgün müəllimin seçilməsi və müəllimin insanları doğru şəkildə bilgiləndirməsi, marifləndirməsi, elmləndirməsi nəhayətində nə olur? Müəllimə qulaq asan, onun tövsiyələrini götürən, dinləyən və əməl edən insanların Allahın izni ilə, Allahın rəhməti ilə, Allahın rəhmətinin genişliyi ilə nəhayətində cənnəti qazanmaq vardır. Deməli, həqiqətən Allah-u Teala tövbə etmək üçün yola çıxan və tövbə etmək istəyən və tövbə etmək üçün çalışan qulunun üçün nə edir? Sevinir. Bu, tövbə etmək barəsində olan və tövbə etməyin vacibliyi və tövbə etməyin fəziləti barəsində zikr olunan bəzi ayət və hədislər idi. İndi sual verə bilərsiniz ki, Allah-u Teala kimdən tövbəni qəbul edir? Allah-u Teala kimdən tövbəni qəbul edir? Allah-u Teala buyurur, يَوْمَ يَأْتِي بَعْضُ آيَاتِ رَبِّكَ لَا يَنْفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِنْ قَبْلِ اَوْ كَسَبَتْ فِي إِيمَانِهَا خَيْرًا. Rəbbinin bəzi əlamətləri gələcəyi gün, Rəbbinin, buna diqqət edin, Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş, əvvəlcədən iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. Bu nə deməkdir? Demək, İbn Kəsir rahiməhullah
bu ayetin tefsirinde, bu ayet En'am suresi 158. ayet. En'am suresi 158. ayesinde tefsirde getirir ki Uca Allah bu ayede peygamberlere aleyhimussalatu vesselame karşı çıkıp, peygamberlere karşı çıkıp Allah'ın ayelerini yalan sayan ve insanları onun yolundan azdıran kafirleri tehdit ederek, korkutarak böyle buyurur. Yoksa onlar ancak ya meleklerin, ya Rabbinin bu kıyamet günü baş verecektir. Yahut da Rabbinin bazı alametlerinin gelmesini mi gözleyirler? Bu ise kıyametten evvel baş verecek kardeşler. Kıyametten evvel onun alametleri gelecektir. Kıyametin alametleri kıyametten önce gelecek. Nece ki Bukhari Ebu Hureyre radıyallahu anhu'dan rivayet ettiği hadiste Peygamber sallallahu aleyhi ve sellem buyurmuştur. Güneş battığı yerden mağribden doğmayana kadar kıyamet kopmayacaktır. Bunu gördükte, yani güneşin battığı yerden çıktığını gördükte yeryüzünde olan herkes iman getirecek. Hemin vaxt evvelden iman getirmemiş veya imanında bir hayır kazanmamış kimseye o anda iman getirmesi fayda vermeyecektir. İbn Cerir Ebu Hureyre'den radıyallahu anhu'dan rivayet ediyor ki Peygamber sallallahu aleyhi ve sellem buyurmuştur. Güneş battığı yerden doğmadıkça kıyamet kopmayacak. İnsanlar bunu gördükte hamılıkla iman getirecek. Hemin vaxt evvelce iman getirmemiş veya imanında bir hayır kazanmamış kimseye iman getirmesi fayda vermeyecektir. Demeli kardeşler, imanımızın bize fayda vermesi kıyametin alametlerinden biri ve alimlerin bazıları ihtilaf etmişler. Dedikleri ve kıyametin alametlerinin ilki olan güneşin battığı yerden doğuncaya kadar ettiği tövbesidir. Kim güneş battığı yerden doğuncaya kadar Allahu Teala'ya tövbe edip ona qayıdarsa Allah onun tövbesini kabul eder. Bu haqda biz inşallah irəlidə danışacağıq ətraflı şəkildə. Ebu Musa radıyallahu anhu rivayet edir ki Peygamber sallallahu aleyhi ve sellem böyle buyurur. Deyir ki İnnallâhe Teala yebsutu yedehu billeyli liyetûbe musî'un nehâr. Allahu Teala gece elini açar ki gündüz boyu günah edip tövbe etme isteyen kulunun günahlarını bağışlasın. Ve yebsutu yedehu fin nehâri liyetûbe musî'ul leyli. Ve Allah-u Teala gece ellerini açar ki gündüzler günah edip tövbe özüne qayıtan kulunun tövbesini kabul etsin. Deməli Allah-u Teala gece elini açar, gündüzleri günah edip tövbe eden kulunu bağışlasın. Gündüz elini açar ki gece günah eleyip tövbe etme isteyen kulunun tövbesini kabul etsin. Deyir, bu hal güneşin battığı yerden, yani güneşin məğribdən doğuncaya kadar bu hal devam ediyor. Allah-u Teala her gün bu halı devam ettirer ki günah eden kulları özüne tövbe eləyib
qayıtsın, hədisi Müslim rivayet etmiştir. Ve hemçinin Abdullah İbni Ömer İbnül Hattab radıyallahu anhumeden gelir ki o deyir, Peygamber sallallahu aleyhi ve sellem buyurmuştur. Hakikaten Allahu Teala İnnallâhe azze ve cel yakbelu tevbetel abdi ma lem yugargir. Hakikaten Allahu Teala deyir, kulun deyir canı boğazına çatana kadar gargara halı deyirler ona. Can boğazdan çıkıncaya kadar kulun deyir tövbesini kabul eder. Deməli kardeşler, tövbe için bazı şartlar vardır. Eğer o şartları tövbe eden insan hayata geçirerse, Allah'ın izniyle onun tövbesi kabul olur. Demek Şeyh Süleyman Er-Ruheyli tövbenin şartlarının kabul olması, tövbenin kabul olması için şartları təfsilatlı şəkildə izah edir. Deyir ki, həqiqətən deyir tövbə sahibine fayda vermez eğer o tövbenin kabul olması için olan şartlar deyir bir arada cem olmadıkça. Tövbenin kabul olması için şartlar vardır. Eğer o şartlar hamısı bir arada cem olarsa Allah-u Teala o kulundan tövbeni kabul eliyer. Ve deyir ki şeyh, eğer deyir insanın ettiği tövbesi özüyle Rabbi arasında olan günahlara aittirse, yani insan tövbe eləyir özüyle Allah'ın arasında olan günahlara göre. Buna başka insanların hakları dahil değil. Yalnız o günah özüyle Rabbi arasındadır. Eğer deyir günah kulla Allah arasındadırsa o günahtan deyir bağışlanma için, kabul olması için, o günahtan tövbe etme için 5 şart vardır deyir şeyh. O günahtan tövbe etme için 5 şart vardır. Birincisi, İhlasla o günahdan tövbe etmek. Allahu Teala'ya ihlasla deyir tövbe etmek. Yani insanı deyir ettiği günahtan tövbe etmeye bir şey vadar eləməlidir. Bakın kardeşler, tövbede ihlas önemlidir. İnsan o zaman Allah için tövbe eden olar ki, ihlasla Allah için tövbe eden sayılar ki, onu o günahtan tövbe etmeye vadar eden yalnız bir şey olmalıdır. Yalnız bir şey. O da Allah korkusu. Eğer kulun o günahtan tövbe etmeye vadar eden Allah korkusudursa ne hoş o insanın haline. Demek bu Allah için tövbe etmiş ve tövbede ihlaslı olan kullardan sayılır. Mesela şimdi kul ya deyir tövbe eleyen, o günahtan deyir tövbe eleyen kul deyir, ya onu deyir o günahtan uzaklaşmasına, tövbe etmesine sebep olan ya Allah korkusu olur deyir, ya da deyir insanların korkusu olur. İnsanlardan korku bu əməli tərk edir. Eğer deyir insan o günahtan Allah korkusuyla tövbe ederse bu tövbe ona deyir faydalı olur. Hatta
Hatta etmiş olduğu bütün günahları siler. O günahların eserlerini de siler. Çünkü biz bilirik ki insan günah ettiği zaman o günahdan kurtulduktan sonra da insanda o günahların neyi kalır? Eserleri kalır. Ve eğer insan halis Allah rızası için, Allah korkusu için emelden tövbe edip Allah'a qaydarsa, deyir, onun deyir, eserleri belə, o günahın eserleri de siliner. Eğer deyir insan tövbeni kullardan korkup, bendelerden, insanlardan korkup ederse, o deyir o hal için, o hal anında, o anda deyir o günahtan uzak olar. O anda günahtan uzak olar, ama deyir ettiği günahların eserleri ondan silinmez. Geçmişte ettiği günahların eserleri ondan silinmez. Bir misal çekim deyir şeyh. Allah korusun deyir, bir insan zina eləyir. Bir defa, iki defa, üç defa ve daha artık. Görürsen insan zina eləyir. Sonra onun qəlbində deyir Allah korkusu əzəmətləşir. Qəlbində Allah korkusu yaranır. Ve tövbe eləyir. Allah-u Teala o ettiği tövbe ile onun geçmişte ettiği günahları neynir? Silir, elə bil ki hiç günah etmemiş kimi. Onu salamat eləyir. Ve başkası ise deyir, zina eləyir. Bir defa, iki defa, üç defa ve daha artık. Sonra o korkur ki insanlar bunun zina ettiğini bilərlər. Rüsvayçılıktan, biyabır olmasından, yoldaşların arasında yerini, menzilesini, hürmetini yitirmesinden korkarak tövbe eləyərsə, o deyir, o an üçün günahı eləmir, günahda terk eləmiş olur. Amma deyir, ona göre savab kazanmır ve günahları, eserleri silinmir. Ona göre bakın şeyh deyir ki bu ihlas meselesi, tövbede bu ihlas meselesinde deyir oldukça deyir, dikkatli olmalıyıq. Ve ikinci şart, tövbenin kabul olması için ikinci şart, insan günahı terk etmelidir. Çünkü deyir, günah eləyən insan, mən diliyle tövbe eləyirəm desə, o yalancıların tövbəsidir. Tövbe ettim deyir, ama əməlinə devam eləyir. Mümkün deyildi tövbe etsin insan ve günahlara devam eləsin. Ve günahlara devam eləyən insan tövbe etmiş sayılmır. Demek ne eləməlidir? İkinci şart nedir? Ettiği günahları terk etmelidir. Ettiği günahlardan xilas olmalıdır. Ettiği günahlardan kurtulmalıdır. Ve kim günah üzerinde devam eləyər ve diliyle diyer ki ben yani tövbe eləmişəm ve Allah'tan bağışlanma diləyirəm, ama əməllərinə de günahları da devam eləyir, o yalancıların tövbəsidir, o tövbə etmiş sayılmır. Üçüncü şart. Geçmişte ettiği bütün günahlara ne etməlidir? Peşmançılık çekmelidir. Çünkü Peygamber sallallahu aleyhi ve sellem buyurur ki en-nedemu huvet-tevbe. Peşmançılık tövbenin ta özüdür. Tövbenin özü ile peşmançılıktır. Çünkü bir insan geçmişte ettiği günahlara peşmançılık etmezse o tövbe eləmiş sayılmaz. Ve tövbenin, peşmançılığın da əlamətləri var. Nedir? İnsan peşmançılık çekir ki Allah'ım bir daha ben korkuram ki bir daha o günaha dönerim. Yani o derecede peşmandı ki
bircə nə olar mən etdiyim günahlara qayıtmayayım. Bax, bu peşmançılığın əlamətidir. Hansı ki Allah məni o günahlardan qurtarıb, o pisliklərdən, murdarlıqlardan, fahişəli, münkər işlərdən, sözlərdən, əməllərdən qurtardı. Kəş ki, bir də mən o əməllərə qayıtmayayım. Bu peşmançılığın əlamətidir. İnsan qorxur ki, ona qayıdar. Yəni, qayıtmır. Düşünürdü, yəni peşman olub ki, o etdiyi o əməllərə görə. Necə ki, insan cəhənnəmə düşmə qorxusu olduğu kimi, o etdiyi murdar əməllərə də düşmə qorxusu o insanda olması o peşmançılığın əlamətidir. Amma o peşman olan insan deyil ki, hər dəfə keçmişdə etdiyi günahı xatırladığı zaman desin ki, o günlər nə gözəl günlər idi. O günlər necə gözəl günlər idi. Deməsi, bu problemdir. Bu peşman olmayıb o etdiyi günahlardan. Əksinə fəxr eləyir, öyünür. O da tövbə etmiş sayılmır. Dördüncü şərt, insan əzm eləməlidir ki, bir daha o günaha qayıtmayacaq. İnsan əzm eləməlidir. Bir daha mən o günaha qayıtmayacağım. Onun yerinə, o günahın yerinə nə edir? Xeyir, salih olan əməllərini çoxaltır. Baxın, alimlər bu şərti qoyanda, dördüncü şərti qoyanda, demədilər ki, mən günaha qayıtmayacağım. Günaha qayıtmasın. Günaha qayıtmasın demədilər. Dedilər ki, günaha qayıtmamağa əzm eləməlidir. Qayıtmamaqla əzm eləməyin arasında fərq var. Əgər insan desə ki, mən daha günaha qayıtmayacağım, o bəllidir ki, o günaha nə vaxtsa qayıdacaq. Amma insan əzm eləsə ki, qarşına məqsəd qoysa ki, bir daha mən bu günaha qayıtmayacağım, əzm eləyir. Çünki Allah-u Teala deyir, وَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّٰهِ Əgər siz əzm elədinizsə, Allaha təvəkkül eləyin. Demək, əzəmətlə insanın bir şey etməyə istəməməsinin arasında fərq var. Deyir ki, mən eləməyəcəm, amma biri də əzəmət, əzmlə deyir ki, eləməyəcəm. Aralarında çox fərq var. Çünki əzmlə bir işə yanaşan adam qətiyyətlə o işə qayıtmamağı qarşısına məqsəd qoyur. Sonra başka bir mesele çıkır burada. Eğer deyir insan günah ettikten, tövbe ettikten sonra əzm de eləyir ki, daha mən günaha qayıtmayacağım. Eğer deyir bundan sonra kul deyir günah eləyərsə, onda necə? Keçmiş günahları silinir mi? Şeyh deyir ki, xeyr. Onun deyir, keçmişdə etdiyi tövbəsini pozmur deyir. Onun etdiyi o günah. Niye? Çünkü o əzm eləyib Allah'a qayıtın, tövbə eləmişdi. Əzmlə bir işi etməklə əzimsiz etməyin arasında fərq var. O əzmlə tövbə elədiyinə görə ki, o əmələ qayıtmayacağım deyə, ondan sonra günaha düşsə belə deyir, onun keçmişdə etdiyi günahını, tövbəsini pozmur. Onun için ama yine tövbe eləyir. Beşinci şərt. Tövbəni anında eləməlidir. İnsan bir günah eləyir, o anında hemen tövbə eləyir. Daha demir ki, mən daha indi vaxtım yoxdur, işim gücüm var. Sabah tövbə eləyərəm. Xeyr. Onu sonraya bırakmır. Anında. O anında tövbə eləyir. Tövbənin vaxtına gəlincə. Tövbənin vaxtı deyir ki, şeyh, tövbənin vaxtı, insan deyə bilərsiniz ki, tövbənin vaxtı nə vaxtı? Tövbənin, şeyh deyir, iki vaxtı vardır. Neçə vaxtı var? İki vaxtı var. Bir var deyir, əm, bir də var, xas. Bir ümumi halı var, tövbənin vaxtı var, ümumi vaxtı. Bir də xüsusi vaxtı var, xüsusi.
Deyir ki şeyx, ümumi vaxtına gəlincə, ümumi vaxtı tövbənin günəşin batdığı yerdən doğuncaya qədərdir. Kim günəşin batdığı yerdən doğana qədər tövbə eləyib Allah'a qayıtarsa, Allah tövbə qapıları onun üzünə açıqdır. Amma kim? Ona göre biz yukarıda dedik, tövbə kimə faydalıdır? Tövbə kimin üçün faydalıdır? Tövbə güneşin battığı ana kadar eləyənlər üçün faydalıdır. Canının boğazına çatana kadar eləyənlər üçün faydalıdır. Ama güneş məğribdən doğacaq. Diyecekler ki, həmişə gün məşriqdə doğurdu, gün çıxanda doğurdu. Bu dəfə də məğribdə doğub da nə fərqi var ki? Vay oradan çıxsın, vay oradan. O zamana kadar tövbe kabuldur. Ama o zaman ki güneş battığı yerden doğar, artık tövbe kapıları bağlanır. O zaman tövbe edip secdeye kapınıp Allah-u Teala'dan secde edip dua edip tövbe edip Allah'a qayıtanların tövbesi kabul değil. Demek ki dedik ki tövbenin iki vakti var. Ümumi vakti, xüsusi vaxt. Tövbənin ümumi vaxtı güneşin battığı yerdən doğana qədərdir. Yaxşı, xüsusi vaxtı bəs. Tövbənin xüsusi vaxtına gəlincə. İnsanın bir boğazı, canı boğazına çatana qədərdir deyir. Şeyx deyir ki, insanın canı boğaza çatıncaya qədər onun tövbə xüsusi vaxtıdır tövbənin. Çünkü herkes için tövbe var da, herkes için hususi tövbe vakti var. İnsanın da tövbe kapıları insan için onun canı boğazına gelip çatana qədərdir. Bu hususi vaktidir tövbenin. Ruh boğaza çatana qədərdir. O zaman Allah-u Teala tövbəni neynir? Kabul eləyir ona qədər. Can boğaza çatana qədər eğer tövbe eləyərsə. Burada deyir şeyx bir ince bir dənə məsələ var deyir. Hansı ki elm əhli, alimlər bu məsələdə ixtilaf eləyiblər. Buna bir dənə diqqət eləyin. Deyir ki tövbədən məqsəd o qarqara, yəni can boğaza çatan vaxtıdır mı? Hansı ki hədisdə sabit olub. O vaxtı mı orada nəzərdə tutulan? Yoksa deyir, insanın hayattan ümidini üzeceği vaktidir mi? Burada belə bir dənə məsələ çıxır deyir şeyx ortaya. İnsan xəstədir. Ölümcül xəstəliyə tutulub. Məsələn, xərçəng xəstəliyi. 90%, belki de 99% insan bu xəstəlikdən ölür. Veya AIDS xəstəliyi ki, spid xəstəliyi kimi tanınır. Bunlar ölümcül xəstəliklərdir. Buna tutulub. Deyir ki, insanın bilməsi ki, artıq da mən öləcəm. Bilməsidir mi məqsəd? Tövbənin qabul olma axır vaxtı? Yoksa onun hələ ölməyib, canı boğazına çatmayıb, odur mu məqsəd? Oradır mı? Burada alimlər deyir, ixtilaf eləyiblər deyir şeyx. Kim deyirsə ki deyir alimlərdən, məqsəd deyir, tövbənin qabul olması, xüsusi vaxtı, tövbənin vaxtı, qarqara vaxtıdır, can boğaza çatana qədərdir. O deyir ki, bəli, o xəstə insan bilsə də ki, öləcək, nə qədər ki, canı boğazına çatmayıb, onun tövbəsi qabuldur. Amma kim deyirsə ki, deyir, məqsəd insanın dünyadan, həyatdan ümidini kəsməsidir. İnsanın o axır tövbənin qabul olma vaxtı
həyatdan ümidini kəsməsidir. O adam, onlar deyir ki, onun tövbəsi qəbul deyil. Onun tövbəsi artıq, onu biləndə ki, daha bu, o xəstəliyə tutulub, daha bu öləcək, o öləcəyini bildiği andan deyir, onun tövbəsi qəbul deyil. Şeyx deyir ki, mənə zahir olan, mənə Allah'ın izni ilə bəyan olan və racih olan, doğru olan görüş budur ki, Allah daha doğrusunu bilir. Məqsəd deyir, qarqara halıdır deyir. İnsanın canı boğazına çatıncaya qədər ki, halıdır. Çünki ola bilər, insan ölümcül xəstəliyə tutulduğunu bilir. Və bilir ki, bunun müalicəsi yoxdur. Artıq bunun sonu ölümlə nəticələnəcək. O insan nə qədər ki, canı boğazına çatmayıb, o deyir, tövbəsi onun qəbuldur. Necə ki, bu haqda hədis gəlibdir. İnsanın nə qədər Allah-u Teala insanın tövbəsini qəbul edir, nə qədər ki, onun canı boğazına çatmayıb. Ona görə Allah-u Teala özü bizlərə bu həyatda gözəl yaşayıb, gözəl əməl etməyə və gözəl sonluqla bu dünyadan La ilahe illallah deyərək bu dünyadan köçməyə bizlərə Allah müvəffəq eyləsin. Allah-u Teala bizlərə bu dünyada salih əməllər edib, Kur'an və sünnə üzərində yaşayıb, Kur'an və sünnə ilə əməl eləyib və tez-tez hər gün tövbə eləyib Allah-u Teala'dan bağışlanma diləməyə müvəffəq olan qullarından eləsin. Çünki nə qədər insanlar var ki, gün ərzində nə gəldi edirlər, pis-pis, murdar, çirkin əməllər edirlər, amma ya tövbə etmək yadlarına düşmür, bağışlanma yadlarına düşmür, ya da Allah-u Teala onlara tövbə eləyib bağışlanmağı müvəffəq etmir. Allah-u Teala'dan istəyəm, Allah-u Teala bizlərə tövbə eləyib bağışlanmağa müvəffəq olan qullarından eyləsin. Və bizi də bu dünyadan köçdüyümüz zaman La ilahe illallah Muhammedur Resulullah deyərək köçməyə, gözəl sonluqla bu həyatdan qırılmağa Allah bizə müvəffəq eyləsin. Həqiqətən Allah hər şeyə qadirdir, o istədiyini edəndir, qullarına zülm edən deyil və qullarını xeyirlərə müvəffəq edəndir. Allah-u Teala qulun özünə tövbə eləməsini, bağışlanma diləməsini sevəndir. Bununla o sevinəndir. Baxmayaraq ki, o qullara tövbələrinə ehtiyacı yoxdur. Amma yenə də qulların tövbə eləyib özünə qayıtmasını sevəndir. Həqiqətən Allah-u Teala qullarına zülm eləyən deyil. Biz özümüzə zülm edirik. Allah-u Teala'dan istəyirik ki, Allah-u Teala bizi bilərəkdən, bilməyərəkdən, gizlində, aşkarda etmiş olduğumuz gözlərimizlə, qulaqlarımızla, dilimizlə, əllərimizlə, qəlblərimizlə, ayaqlarımızla, fərcimizlə etmiş olduğumuz, bilərəkdən, bilməyərəkdən, gizlində, aşkarda etmiş olduğumuz bütün balaca böyük günahlarımızı əff eyləsin. Həqiqətən Allah buna qadirdir və qullarını bağışlanmağı sevəndir. Vallahu Teala a'la və a'lem və sallallahu ala nebiyyina və səlləm. Subhanəkallahumma və bihamdik. Nəşhədu ən la ilahe illa əntə nəstəğfiruka və nətubu iləyik.